Mikail Rəfili bədii yaradıcılığa gimnaziyada təhsil aldığı dövrdə başlayıb. Onun ilk qələm təcrübələri Əfkar-ı Mütəllimin jurnalında dərc edilib. Mikail bəy Gəncədən Bakıya gəldikdə Maarif və Mədəniyyət jurnalı redaksiyasında işləyərək ədəbi fəaliyyətini genişləndirib. O 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alıb. Mikail Rəfili bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru kimi fəaliyyət göstərib. Ölkəyə qayıtdıqda o 1930-35-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent işləyib. Mikail Rəfili ədəbiyyat sahəsində həm şair kimi tanınıb, həm də ədəbiyyatşünas tənqidçi kimi samballı əsərlərin müəllifi olub. O, Pəncərə, lirik şeirlər, Durna, Yeni Tarix kimi şeir kitablarını nəşr etdirib. Mikail Rəfili Azərbaycan bədii söz sənətində sərbəst şeirin ilk nümunələrini yaradan sənətkarlardan biri sayılır. Ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyəti xüsusilə qiymətlidir. O, Azərbaycan klassik ədəbiyyatının öyrənilməsinə qiymətli töhfələr verib. Mikail bəy Nizami, Füzuli, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə kimi görkəmli ədiblərin əsərlərini təhlil edib. O, habelə Rus və Qərbi Avropa ədəbiyyatı və ədəbi əlaqələrinə dair maraqlı tədqiqatların müəllifi olub. Onun Puşkinin həyat və yaradıcılığı, Puşkin və Azərbaycan kimi əsərləri bu sahədə əməyinin bariz nümunələridir. Mikail Rəfili eyni zamanda mahir bir tərcüməçi idi. O, Honoré de Balzac'ın Qoryo ata, novellalar, Victor Hugo'nun Gülən adam, Paris Notre-Dame kilsəsi, Puşkinin Bağçasaray fontanı kimi dünya ədəbiyyatının incilərini Azərbaycan dilinə tərcümə edib. Mikail Rəfilinin şərəfinə paytaxtın məşhur küçələrindən birinə ad verilib.